Uşaqlar, bizim bugünkü dərsimiz olacaq texniki kəşflər, ixtiralar, o cümlədən böyük coğrafi kəşflər. Əvvəllər su mühərriklərindən istifadə edilirdi. Su mühərrikləri aşağıdan tökülən su ilə hərəkətə gətirilirdi. Sonralar isə yuxarıdan fırladılan çaxlar ixtira oldu və bunun da nəticəsində metal emalı genişləndi. Həm də domino sobalarının kəşfi də metal emalını genişləndirdi. Metal emalının genişlənməsi isə odlu silahların daha da geniş şəkildə tətbiqinə şərait yaratdı. 16-cı əsrdən etibarən ordularda ağır səhra toplarından istifadə genişləndi. 15-ci əsrdə isə Karavella adlı gəmilər meydana çıxdı. Karavella gəmiləri yelkənlə hərəkət edirdilər və bu gəmilər uzaq dəniz səfərləri üçün əlverişlidir. Bundan başqa Avropalılar dəniz cihazlarını, kompas və digər cihazları da təkmilləşdirərək uzaq dəniz səfərləri üçün əlverişli vasitələr qazandılar. Böyük coğrafi kəşflərin səbəbləri nə idi? Böyük coğrafi kəşflərin iqtisadi səbəbləri uşaqlar, deməli, Avropalıların qızıl ehtiyatları azaldığı üçün onların diqqətini Hindistan cəlb edirdi. İqtisadi səbəblər budur. Siyasi səbəblər isə Osmanlının Konstantinopolu tutması və Avropalılardan yüksək gömrük vergisinin alması. İndi Avropalılar da baxıb gördülər ki, onların uzaq dəniz səfərləri üçün bütün lazım vəsaitləri var, vasitələri var daha doğrusu. Ona görə qərar aldılar ki, Hindistana dəniz yolu ilə gedək. Avropalılar yerin kürə şəklində olduğunu bildikləri üçün də qərbə doğru üzərək Hindistana gedə biləcəklərini düşünürdülər. Böyük coğrafi kəşfləri aparan ilk dövlət iki dənədir. Portuqaliya və İspaniya dövlətləri. Bartolomé Dias, Portuqaliya donanmasına rəhbərlik edirdi. Portuqaliya dənizçisi daha doğrusu. O Afrikanın böyründən keçərək Ümid burnuna qədər gəldi. Afrikanın cənubuna qədər Hindistan dəniz yolu axtardı, lakin geri qayıtdı. Səfərin ağırlığına dənizçilər dözə bilmədilər. Digər bir dənizçi Kristofor Kolumb, özü İtalyan olsa da İspan donanmasının gəmilərinə rəhbərlik edirdi. O qərbə doğru üzərək Hindistana dəniz yolunu axtararkən Kuba və Haiti adalarını, yəni Amerikaya məxsus olan adaları kəşf etdi. Amma buranın Hindistan hesab etdi və ömrünün sonuna qədər buranın Amerika olduğunu bilmədi. Digər dənizçi Vasco da Gama Portuqaliya gəmilərinə rəhbərlik edirdi, Portuqal idi. 1998-ci ildə Hindistana dəniz yolunu kəşf etdi ilk dəfə olaraq və beləliklə də Avropalılar artıq Hindistana quru yolu ilə dəniz yolu getməyin yollarını öyrəndilər. Digər bir dənizçi Fernando Magellan İspan donanmasına rəhbərlik edirdi. 1519-1522-ci illərdə ilk dünya səyahətinə çıxdı. O öldürülsə də dünya səyahətini onun dəstəsi tamamladı və nəticədə ilk dünya səyahəti nəyi sübut etdi? Yer kürə şəklindədir, vahid dünya okeanı var. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri nə oldu? Deməli, İpək yolu öz əhəmiyyətini itirdi. Ticarət əvvəllər əsasən Aralıq dənizi hövzəsində aparılırdı. İtaliya şəhərləri, əgər xatırlayırsınızsa, Konstantinopol 1204-cü ildə xaçlar tərəfindən tutulduqdan sonra Venesiya və deməli, Genuya şəhərləri ticarətdə üstünlüyü ələ keçirmişdilər. İndi isə bu üstünlük onların əlindən çıxdı. Çünki artıq ticarət Aralıq dənizində yox, okeanlarda başladı həyata keçirilməyə. Siyasi nəticələri nə oldu? Şərqin qüdrətli imperiyaları olan Səfəvilər, Osmanlılar, o cümlədən deyək ki, Böyük Moğol dövləti daxil olmaqla Şərqin qüdrətli dövlətləri iqtisadi cəhətdən zəiflədilər. Çünki onlar artıq İpək yolu öz əhəmiyyətini itirdiyi üçün, hələ bir də İpək yolu öz əhəmiyyətini itirmişdir ki, və bu da həmənki dövlətləri gəlirdən məhrum etdi. İlk müstəmləkəçi müqavilələri İspaniya və Portuqaliya imzaladı. Deməli, Portuqaliyalıların ələ keçirdiyi müstəmləkələr Ərəbistan və Hindistan adaları və limanları, mühüm limanları, eyni zamanda Zond və Moluk adaları, Cənubi Amerikada isə Braziliya idi. İspaniya isə Braziliya çıxmaqla bütün deməli, Cənubi Amerika ərazisini ələ keçirmişdi. Müstəmləkə işğalları və ticarət əlaqələrinin inkişafı uşaqlar 17-ci əsrdə merkantilizm siyasətinin yaranmasına səbəb oldu. Merkantilizm iqtisadi siyasət olaraq qızıl və gümüş ehtiyatının qorunmasını nəzərdə tutan bir iqtisadi siyasətidir. Sonralar
Yəni 16-cı əsrdən etibarən, 17-ci əsrdən etibarən müstəmləkəçi müharibələrdə Fransa və İngiltərə daha da üstünlük qazandılar.